Növbəti panelimiz, 9-cu, sonuncu panelimiz müasir dövrdə kapital bazarları və investisiya əməliyyatları mövzusuna həsr olunur. Eldar müəllim, sizi dəvət edirik. Gəlin və növbəti digər panelistləri, spikerləri də elan edin. Hörmətli xanımlar və cənablar, ilk növbədə Azərtürk Bank adından sizi salamlayıram. Bugün mən maliyyə sektorunun inkişaf haqqında bir neçə əsas fikirlərimi sizinlə bölüşmək istəyirəm. Xüsusilə qiymətli kağızlar bazarı və bu bazarda inkişafda bankların rolu barədə danışacağım. Azərbaycanın qiymətli kağızlar bazarı artıq yeni mərhələyə daxil olub. Burada artıq təkcə həcmin artması yox, həm də keyfiyyətin yüksəlməsi müşahidə olunur. İnfrastruktur yaxşılaşır, tənzimləmə sistemi günclənilir və bazarda yeni alətlər yaranır. Bu alətlərin bazarın daha dərin və daha likvid olması kömək edir. Bu dəyişikliklər Azərbaycan Respublikası Mərkəzi Bankın, Milli Depozit Mərkəzinin və Fond Birjasının müəyyən etdiyi strategiyaların nəticəsidir. Onların məqsədi şəffaf, dayanıqlı və açıq bir kapital bazarı yaratmaqdır. Belə bazar isə iqtisadiyyatın uzun müddətli maliyyələşməsini təmin edir. Biz artımdan danışanda bunu sadəcə rəqəm kimi yox, birgə gördüyümüz iş nəticəsi kimi görməliyik. 2025-ci ilin ilk 10 ayda qiymətli kağızlar bazarı dövrəsi 55 milyard manatı keçmişdi. Bu çox böyük likvid deməkdir. Keyfiyyətin inkişafı vacib hissələrdən biri korporativ segmentdir. Korporativ segment kağızların vəsitəsilə 800 milyon manatdan çox vəsait cəlb olunub. Bu o deməkdir ki, biznes təkcə kreditlərə deyil, bazar vəsitəsilə də vəsait cəlb etməyə hazırdır. Bu bizim ümumi uğurumuzdur, amma hələ yolumuz başlanğıcıdır. Hazırki strategiyalara əsasən biz yeni, daha dərin, innovativ mərhələyə qədəm qoyuruq. Birinci, Milli Depozit Mərkəzi rəqəmsal infrastrukturun qorunması və CCP modelinin tətbiqi üzərində çalışır. Bu həm təhlükəsizlik, həm də səmərəlik üçün çox vacib və böyük xarici investorları cəlb etməyə kömək edir. İkinci, Fond Birjası korporativ qiymətli kağızların həcminin də artması gözləyir və yeni IPO-lar bazarının inkişafını sürətləndirəcək. Amma bütün bu proseslər bankların faal iştirakı olmadan mümkün deyil. Banklar yalnız bazar likvid verən qurum deyil, həm də onun əsas iştirakçısıdır. Bugün banklar sadəcə vəsitəçi kimi yox, kapital bazarının əsas təkən verici qüvvəsi kimi çıxış edirlər. Onlar etibar yaradır, yeni məhsulları təqdim edir, investisiya platformu yaradır və beynəlxalq standartları tətbiqini dəstək olurlar. Banklar aktiv iştiraki bazarı daha sabit, daha nizamlı və investorlar üçün daha cəlbedici olması imkanı yaradır. Bu isə maliyyə sahəsində çalışan insanlar üçün yeni imkanlar deməkdir. Biz şirkətin kapital cəlb etməsi kömək edən, yeni investisiya məhsulları hazırlaya, xidmətlərin keyfiyyəti artırma və əhalidə uzun müddətli investisiya imkanları inkişaf etdirə bilərik. Qiymətli kağızlar bazarının güclənməsi ölkənin maliyyə sabitliyinə də müsbət təsir edir. Maliyyələşmə mənbələri artdıqca bankların yükü azalır, biznes daha dayanıqlıdır, olur və iqtisadiyyat uzun müddətli inkişaf üçün daha yaxşı şərait qazanır. Bu səbəbdən bankların kapital bazarının inkişafı sadəcə əlavə fail kimi deyil, bu milli iqtisadiyyatın inkişafına və maliyyə müstəqilinin güclənməsi strateji faydadır. Biz daha geniş, daha dərin, daha texnoloji və nəticəsində dövlət, biznes, institusional və fərdi investorlar üçün daha faydalı bir bazar yaratmağa doğru gedirik. Və ən vacib, biz bu yolu birlikdə gedirik. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Bir də salamlayıram sizi. Bu panel axırıncı paneldir və mən belə başa düşürəm, ən şirin bir panel olacaq. İlk dəfə olaraq deməli, qiymətli kağızlar və bankların rolu, kapital bazarında bankların rolu burada aparacaq və mən dəvət edirəm birinci Bakı Fond Birjasının İdarə heyətinin üzvü, İdarə heyətinin sədr müavini cənab Oktay Qasımov. O cümlədən mən dəvət edirəm ABB Invest icraçı direktoru cənab Nadir Babazadə və Kapital Bank bir bankın xəzinədarlıq departamentinin müdürü cənab Elşad İbrahimov. Buyurun.
Birinci sualı olacaq sizə, cənab Qasımov, Oktay bəy. Mən izləyirəm ən azı son 8 il Bakı Fond Birjası hər il bizdə rekordla baş vurur. O cəlmələrdən, həcmlərdə və ilkin yerləşdirilmədə korporativ sektorda söhbət gedir. Sual birinci belə olacaq. Azərbaycan mütəşəkkil kapital bazarında hazırda nə baş verir? Şirkətlər və investorlar üçün hansı imkanlar var bu mütəşəkkil kapital bazarında? Bu birinci sualdır. İkinci sual isə Bakı Fond Birjası təbadül platformasının qoşulması nə deməkdir? Növbəti adımlar nə olacaq və qaydalarda nə dəyişdirilməlidir? Çox sağ olun. Çox sağ olun, Eldar müəllim. Suallara, mən Azərbaycan Banklar Assosiasiyasına təşəkkürümü bildirirəm bu tədbir təşkilatçılığı üçün, minnətdaram. Qürur vericidir burada olmaq, biraz məyus oluram ki, bir qədər auditoriya artıq azalıb, nahar fasiləsinə yaxın. Mən çalışacağım Eldar müəllimin suallarına hər ikisini elə cavablandırım və sonra da digər əməkdaşlarımız vaxt qalsın. Ümumiyyətlə, çox bayaq düzgün vurğuladınız. Kapital bazarları ümumiyyətlə iqtisadiyyatın şəffaflaşmasında, bazarın dərinləşməsinə xidmət edir. Və kapital bazarları elə bir yerdir ki, burada deməli, vəsaitə olan tələblə vəsaitə olan təklifin toqquşduğu və birləşdiyi bir nöqtədir. Və biz də Bakı Fond Birjası olaraq bu proseslərdə ticarətin şəffaflığının artırılması, yeni maliyyə instrumentlərinin bazara gətirilməsi və daha çox emitentlərin səhm və istiqraz buraxışı yolu ilə vəsait cəlb etməsini təşviq edirik. Bazarın dinamikası haqqında bizim əməkdaşların hazırladığı bir kiçik bir dəqiqəlik bir video olacaq. Məncə belə deyək, insan baxanda rəqəmlər daha yaxın hiss edir, nəinki eşidəndə. Ona dəvət edəcəm, izləyək bir yerdə. Ümumilikdə olaraq bizim yəni ekosistem, yəni infrastruktur şirkətimiz, deməli bu Bakı Fond Birjası, regulyatorumuz Mərkəzi Bank başda olmaqla Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və bizdə deməli hesablaşma agent roluna çıxış edən banklarımız mövcuddur. Sizin təmsil etdiyiniz bank da o sıradan da aparıcı mövqelərdəndir. Əsas bazar segmenti 3 segmentdən ibarətdir və bilirsiniz, ümumiyyətlə mən belə çox uzun danışmayacağam. Kapital bazarları emitentlərin uzun müddətli maliyyələşməsi üçün bir yerdir ki, orada onlar öz strategiyalarını tam inkişaf edə bilərlər. Eyni zamanda investorlar üçün də yeni alətlər və ümumiyyətlə vəsaitin artırılması yeri kimi çıxış edir. Bir çox emitentlərə biz vizit edirik, baş çəkirik. Bəli, bir çox hallarda bank kreditlərlə müqayisə edirlər kapital bazarlarını ki, bəzən belə faiz dərəcələri banklarda daha aşağı olur, kapital bazarlarında daha bir qədər fərqli olur. Amma bu bilirsiniz, bir qısa müddətli həllərdir və emitentlərimizə əsas bizim belə həmişə çatdırmaq istədiyimiz mesaj odur ki, deməli, öz fəaliyyətlərini uzun müddətli dövrdə planlaşdırsınlar və buranın da yolu kapital bazarları. Çünki bu həm diversifikasiyadır ilk növbədə, bu həm şəffaflıqdır və bu həm də bazar qiymətlərinin müəyyən olunduğu bir yerdir. Çünki biz istər bizim yerlənmiş veb səhifədə siz imkanlardan toxundunuz. Bizim deməli bazara baxış bölməmiz var ki, deməli vətəndaşlarımız, investorlarımız bu günlərin bazarda hansı qiymətli kağızlar ticarət olunur, hansı istiqrazları almaq olar, hansı bazar segmentlədir, tam şəkildə onu oradan görə bilərlər. Eyni zamanda da biz bazar haqqında yəni daha dərin analitik bilgilərə malik istəyən, yəni sahib olan deməli traderlərə, analitiklərə və data analitiklərə həm də deməli həm bülletenlər, həm də statistik deməli bu ilin sonuna kimi biz bir interaktiv statistik bir həll də təqdim edəcəyik bazara ki, bazar ondan tam şəkildə faydalanacaq. İndi icazənizlə mən deməli bu videoya baxmağa artıq gedir. Okay.
Çox sağ olun diqqətiniz üçün. İkinci sualınıza geri dönüş etmək istəyirəm. Elə sonra da həmkarlara ötürüm. Deməli biz bu yaxında deməli sosial şəbəkələrlə yəqin ki gördünüz. Biz Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və Azərtürk Bank birlikdə bu dediyim kimi ekosistemi təmsil edən şirkətdə biz Abu Dhabi səfərdə olduq və Tabadul deməli rəqəmsal mübadilə mərkəzinə qoşulduq, belə deyək. Bu layihə ümumiyyətlə artıq bir ildir bu layihə haqqında biz danışırdıq və burada mən görə media nümayəndələri də əyləşibdi. Onlara da biz dəfələrlə bu layihənin perspektivləri haqqında danışmışdıq. Ümumiyyətlə qısa deyəcəm, deməli Tabadul deməli regional exchange-ləri, yəni tək regional, yəni əsasən Abu Dhabi, yəni yaxın və orta şərqdə Abu Dhabi fond bazarı deyək, Abu Dhabi Exchange tərəfindən yaradılmış bir rəqəmsal platformadır ki, bu deməli regional exchange-ləri həmin platforma üzərindən deməli bir-birlərinə ticarət imkanı yarada bilən bir həll yoludur. Və ilk dəfə 2022-ci ildə bu layihə başlanmışdı. Artıq deməli biz də daxil olmaq, biz 10-cu deməli birja olduq, ora qoşulduq. Bu deməli layihə nəyə deməli xidmət edir? Bilirsiniz ki, ümumiyyətlə ticarət, digər birjalar arasındakı ticarət tam belə deyək, asan da baş vermir. Çünki bu bəzən biraz regulyativ tənzimlələri tələb edir. Bu bəzən deməli texnoloji həlləri tələb edir və bəzən şirkətlərin də dual və cross listing tələblərini müəyyən edir. Amma bu deməli Tabadul mübadilə mərkəzi üzərindən bura qoşulan deməli birjalar və əslində biz ona deyirik məsafədən remote access deyirik, yəni məsafədən qoşulma üzərində qurulub, prinsiplər üzərində qurulub. Bu o deməkdir ki, yəni həmin deməli ölkələri təmsil edən brokerlər bu Tabadul deməli mərkəzinə qoşulmuş birjalara deməli ticarət imkanı əldə edilir. Biz ilkin mərhələdə deməli Abu Dhabi ilə deməli qoşulmanı həyata keçiririk və bu prosesi davam etdirəcəyik. Burada deməli növbəti proseslər brokerlərin, yəni qoşulmalarıdır ki, yəni bizim brokerlərin Abu Dhabi birjasında ticarət olunan qiymətli kağızlara çıxışı və onların da brokerlərin bizdə ticarət olunan qiymətli kağızlara çıxışını təmin edəcəkdir. Bu da nəyə nail olacaq? Burada bilməm prezentasiya deyəsən. Bu da ona nail olunacaq ki, ümumiyyətlə bazarın dərinliyi artacaq. Deməli bazarda likvidlik yüksələcək. Bizim emitentlər daha böyük investor bazasına çıxış əldə edəcəklər. Eyni zamanda bu cross, yəni belə deyək, dual listingdən irəli gələn müəyyən regulyativ tənzimlənmələri də asanlaşdıracaq. Bizim deməli nail yəni olmaq istədiyimiz əsas bu məsafədən qoşulmaları, bəli, xarici brokerlərə məsafədən qoşulmaları təmin etməkdir ki, bu da özündə yəni müəyyən regulyativ tənzimləmələri deməli zərur edir. O barədə də hal-hazırda bir layihə işlənilir və biz regulyatorla bir yerdə bunun üzərində işləyirik və ümid edirik ki, yəni bu deməli gələn ilin ortalarına bu imkan yəni yaradılacaqdır. Bu qədər, yəni çox sağ olun. Çox sağ olun Oktay bəy. Bunu da qeyd etmək istəyirəm ki, biz də statistikaya baxırıq. Statistika əsasən son 3 il məlumata görə ümumi kapital bazarından məhz Bakı Fond Birjasının həcmi 90%-dən yüksəkdir, payı yəni 90%-dən yüksəkdir. O nə deməkdir ki, yəni bizim bazarımız daha çox birja yönədilib və birjada əməliyyatlar nəinki birjadan kənar. Çox sağ olun Oktay bəy. Mənim sualım olacaq Nadir bəy sizə. Siz ABB Invest'in icraçı direktorsunuz və ABB Invest investisiya şirkətlərinin arasında birinci yer tutur. Həm həcmdən, əməliyyatlardan, o cümlədən ABB Invest birinci şirkət kim mobil tətbiqi bu bazara gətirib və artıq çox sayılı investorlar bunu istifadə edirlər.
Sual belə olacaq. Son vaxtlar yerli bazarda daha çox fiziki şəxslərin emissiyalara qoşulur. Sizcə bunun əsas səbəbi nədir? Bu birinci sual olacaq. İkinci sual isə xarici bazardan hansı təcrübəni bizə təqdim etmək daha vacibdir? Çox sağ olun. Mən də hər kəsi salamlayıram və sona qalan iştirakçılara ayrıca təşəkkür edirəm. Əslində bizim qlobal problemlərimizdən də biri budur. Necə ki, bu forumda ən axırıncı bu bizim panelə maraq az olduğu kimi, ümumi kapital bazarına da bizim maraq ölkədə az olduğunu biz anlayırıq və bunun artırılması istiqamətində də müəyyən işlər aparırıq və bu çox vacibdir. Çünki bu yaxınlarda, sualdan biraz kənar giriş eləyəcəm, bu yaxınlarda bir jurnalist həmkarla danışanda biz bunu müzakirə edirdik ki, nəyə görə kapital bazarı biz istədiyimiz səviyyə hələ gəlib çatmayıb. Burada məncə hamının üzərinə düşən bir yük var. Bu emitentlərdən, investorlardan, birja, depozitlər, mərkəzi bank, media nümayəndələri və s. Biz özümüz xarici xəbər saytlarını açanda biz heç vaxt hansısa bankın nə qədər kredit və depozit cəlb etdiyi haqqında məlumat tapa bilmərik. Biz həmişə baxırıq, filan bankın, filan şirkətin səhmi nə qədər qalxıb, nə qədər düşüb. Yəni, bazardan aldığımız indikator məlumatlar daha çox səhm bazarına, kapital bazarına aid olan məlumatlar olur. Bu istiqamətdə düşünürəm ki, ciddi işlər aparılmalıdır. Amma biz bu bazara inandığımıza görə, bu bazarda maksimum əlimizdən gələnimizi edirik və son emissiyalarda siz vurğuladığınız kimi biz bu kumulativ effektini görmüş oluruq. Emissiyalarda fiziki şəxslərin iştirakının artımı bizim üçün prioritetdir. Biz investor bazasını artırmaq istəyirik. Bunun üçün bir neçə yollar yoxlanıldığından sonra biz başa düşdük ki, bu yolda ən vacib istiqamət elektronlaşmadır, digitallaşmadır və bunu biz tək apara bilməzdik. Burada bütün ekosistem qoşuldu bu, belə deyim, bu marafona və regulatordan başlayaraq Bakı Fonu Birjası, Milli Depozit Mərkəzinin iştirakı ilə, agent banklarının iştirakı ilə biz bütün bu prosesi elektronlaşdırdıq. Yəni, müştəri heç bir filiala, heç bir bank filialına, heç bir investisiya şirkətinin ofisinə gəlmədən bu end-to-end dediyimiz bu customer journey-ni həyata keçirə bilir. Hesab açılışından tutmuş, pul mədaxil etməyinə qədər, birjada sifarişin yerləşdirilməsi, hesabatın formalaşdırılması və bu asanlıq bir növ investorları kapital bazarına bir adım daha da yaxın elədi və nəticə etibarilə əgər əvvəl emissiyalarda 5, 10, 15 fiziki şəxs iştirak edirdisə, bizim son emissiyamızda 400-dən yuxarı səhv etməmsə fiziki şəxs iştirak eləmişdi və bu unikal müştəriden söhbət gedir. Bu çox sevindirici haldır. Biz də rahatlıqla deyə bilirik ki, bizim müştəri bazamız genişlənir və bu növbəti emissiyalarımızda əlimizdə bir ordu investordan artıq həmin emitentin yanına getməyə bizə şərait yaradır. Bu baxımdan elektronlaşma çox vacibdir. Burada görüləcək hələ çox işlərimiz var. Həm hörmətli birja ilə, həm depozitlər mərkəzindən biz bildiyiniz kimi artıq mobil tətbiq üzərindən səhmlərə rahatlıqla investisiya eləmək olur. Bu yaxınlarda istiqrazlar üzərindən də investisiya imkanları yaradılacaqdır. Və yenə də təkrar etmək istəyirəm ki, uğurun, bu sahənin uğuru bir marağın artırılması, iki yolun asanlaşdırılmasıdır. Hamı öyrəşib ənənəvi bank sistemlərinə, mobil əplərdən çox rahatlıqla gündəlik bütün istəklərimizi biz həyata keçiririk. Kommunal ödənişlərdən tutmuş, pul köçürmələri, banka kreditə müraciət, depozitin qoyuluşu, investisiyanı da qoyduq həmin o məhsulların yanına. Artıq istənilən şəxs rahatlıqla yerli və xarici bazarda investisiya eləyə bilər. Sizin ikinci suala qayıtdıqda bizim çox təəssüf hissindən bunu vurğulamaq istəyirəm ki, biz kapital bazarının inkişafında bu normal haldır ki, biz xarici praktikalara baxırıq, amma bəzən bu xarici praktika, baxdığımız xarici praktika çox da uzaqda deyil. Qonşu ölkələr Qazaxstana baxırıq, Gürcüstana baxırıq və mən çox ümid eləyirəm ki, zaman gələcək, bizim qonşu ölkələrimiz bizim kapital bazarından bir çox nümunələr götürəcək və bizdən bir çox şey öyrənəcəklər. Bu sahədə pioner olmaq məncə düşünürəm ki, çox vacibdir. Xarici bazardan biz nələr edirik, nələri görürük? İnvestisiya alətinin sayı çox olmalıdır. İnsan, investor bizim mobil tətbiq ilə olur ki, rahatlıqla girir, amma hansı alətləri görür, hansı alətlər üzərindən ticarət apara bilər? Bu sualdır. Səhmdə baxsaq,
Bakı Fond Birjasının səhm ticarət dövriyyəsində demək olar ki, 95%-in üstü ABB səhmləridir. ABB üçün bu xoş haldır, amma bazar üçün bu heç də xoş hal deyil. Çünki diversifikasiya olmalıdır, fərqli alətlər olmalıdır. Bir alətin qiyməti düşəndə exit edib, çıxış edib, başqa bir alətə keçid eləmə imkanı yoxdur. Yenə pul kapital bazarından axın edir bank depozitlərinə. Biz də bu halın təkrarlanmasını heç istəməzdik. Ona görə düşünürəm, xarici bazardan götürəcəyimiz yeni alətlər daxil olmalıdır. Burada da emitent lazımdır, investor lazımdır, regulyativ müəyyən dəyişikliklər lazımdır, hansı ki artıq Mərkəzi Bank da elan edib, yeni bir qanunvericilik üzərində işlər aparılır. Düşünürəm ki, bu da pozitiv təsir göstərəcəkdir. Birjanın bu yeni mexanizmlər, yeni sistemləri biz baxırıq ki, daim beynəlxalq praktikadan nümunələrə götürməyə çalışırlar və götürürlər də. İstifadə edə bilə Oqtay müəllimə də və Bakı Fond Birjasının rəhbərinə də ayrıca təşəkkür edirik ki, bu praktikanın həm bizimlə də bölüşürlər, həm bazara gətirirlər. Çox vacibdir. Alətlər olmalıdır, yeni mexanizmlər olmalıdır. Bu bazar inkişaf eləməlidir. Kapital bazarı maliyyə sisteminin mərkəzi olmalıdır. Yəni hər şey buradan başlamalıdır. İndi siz istənilən şirkətə yaxınlaşsaz, maliyyələşmənin ən birinci yerdə maliyyələşmə desəz, əlbəttə ki, kredit deyəcəkdir. Yəni 10 şirkətdən 2 şirkəti ümumiyyətlə istiqraz haqqında məlumat olar olmaz, onun biri də istiqraza müraciət edər. Bu penetrasiyanı artırmaq lazımdır. Kreditin ən yanında, ən vacib yerlərindən birində istiqrazlar tutmalıdır, kapital bazarı vasitəsilə maliyyələşmə. Çox sağ olun, bilirəm ki, görəcək işlərimiz çoxdur, amma biz təslim olmuruq, yolumuz birdir, ona görə uğurlar arzu edirəm. Çox sağ olun. Çox sağ olun Nadir bəy. Mənim sualım olacaq sizə. Elşad bəy, siz Kapital Bank bir bankın nümayəndəsisiniz və bu il Paşa Kapital'la birlikdə siz bir bank invest mobil tətbiqi də bazara gətirdiniz. Çox maraqlı bir haldır. Amma təəssüf olsun, orada sadəcə xarici bazardır. İnşallah çox yaxın gələcəkdə yerli bazarda olacaq. Amma sual olacaq blockchain ilə bağlı. Bu blockchain texnologiyası Azərbaycanda və onun perspektivləri xahiş edirəm, bundan danışın. Təşəkkür edirəm Eldar müəllim. Bəli, bir invest produktu artıq istifadəyə verilib və xarici bazar qeyd etdiyiniz kimi ora artıq inteqrasiya olunub. Yerli bazarın inteqrasiyasından bağlı artıq prosesə başlanılıb. Ümid edirəm ki, bütün bu infrastruktur elementlərinin dəstəyi ilə biz qısa vaxt ərzində bunun da öhdəsindən gələcəyik. Blockchain sualının təsadüf deyil paneldə verilməyi. Mən ümumiyyətlə paneldə bu mövzu var idi. Mən istəmədim o mövzuya toxunaq. Çünki bu yeni bir trenddir, qlobal bir trenddir və həmçinin infrastruktur məsələsinə toxunduqda mənə elə gəlir ki, belə inqilabi texnologiyalar barədə qısa da olsa indi auditoriya sayımız azalıb, Nadir bəyin də qeyd etdiyi kimi maraq kapital bazarlarına azdır. Azərbaycan maliyyə bazarlarında blockchain texnologiyasının mahiyyət etibarından tətbiqi imkanları mövcuddur, var. Bu bir DLT texnologiyasıdır. Yəni bunun texniki mahiyyətini inanıram ki, auditoriyada hər kəs məndən qat-qat yaxşı bilir. Yəni biz bunda ekspertləri deyilik təbii ki, amma blockchain texnologiyası bazasında, yəni bunun bir distributed ledger texnologiyası olmaqla yanaşı onun layerlər üzərində maliyyə bazarı instrumentlərinin formalaşdırılması imkanı əsas cəlb edici məqamdır. Amma bunun konseptual olaraq biz blockchainin yaradacağı maliyyə sistemi necə olduğunu biz təsəvvür edə bilirik. Amma çox təəssüf ki, real dünyaya inteqrasiyasını mövcud infrastrukturda bir o qədər feasible olmur. Yəni biz bunu elə Azərbaycanda da bu təşəbbüslərin timsalında görürük, qlobal bazarlarda da bu təşəbbüslərin timsalında görürük. Çünki ənənəvi infrastruktur, yəni köhnədən məhsulların yaradılması, mərkəzdən xaricə doğru belə də istiqamətlənmiş bir prosesdir. Lakin blockchain texnologiyası prosesləri mərkəzləşdirir və bir çox halda bu arxitekturanın elementlərini bir növ mənasız edir. Yəni sadə bir misal desək, yəni biz deyək ki, dükandan bir saqqız alıb post terminalla ödədiyinizdə arxa tərəfdə keçən bir əməliyyatın həcmini və orada iştirakçıların sayını siz nəzər yetirsəz, görürsünüz ki, burada banklar iştirak edir, acquiring bank, emittent bank və yaxud da payment prosesorlar və yaxud da kart təşkilatları, bütün bu infrastruktur əslində blockchain texnologiyasında lazımsızdır.
Amma illər boyu formalaşmış arxitektura, bu infrastruktur elementlərini bir araya gətirdiyi üçün, tənzimləmə rejimləri bu infrastrukturun arxasında, ətrafında qurulduğu üçün bu quruluşun içinə blokçeynin tam bu faydası ilə, tam utility-si ilə inteqrasiya etmək mümkünsüz hala gəlir. Çünki eyni məntiqlə, yəni kapital bazarlarından misal versək, biz blokçeyn texnologiyası üzərində bir tokenləşdirilmiş bir aktivi həm emisiya edə bilirik, həm son istifadəçilərə çatdıra bilirik və bu halda bizim 100 illər boyu formalaşmış infrastruktur sanki sıradan çıxır. Yəni o halda sanki fond birjalarına ehtiyac artıq qalmır, depozitlər mərkəzlərə ehtiyac qalmır, clearing təşkilatlarına ehtiyac qalmır. Bu inqilabi bir texnologiyadır və tənzimləmə rejimləri də konservativ olduqları üçün çalışırlar ki, mövcud infrastruktura bunu inteqrasiya etməyə çalışsınlar. Lakin bu vaxtda biz blokçeyn texnologiyasının o məğzində yatan konseptual faydasını azaldırıq, itiririk. Amma bunun fərqli yolu da yoxdur. Yəni biz bunun ən bariz nümunəsinin bu il ABŞ-da Genius aktı, hüquqi aktı qəbul olundu və Genius aktı sanki bu texnologiyanı bir qədər və bunun üzərində yaradılan məhsulları tənzimləmə altına aldı və digər inkişaf etmiş ölkələr bu Genius aktından sonra artıq tələsik olaraq öz hüquqi aktlarının bazalarına baxmağa başladılar. Hətta bəziləri cəsarət göstərərək public chainlərdə öz digital rəqəmsal valyutalarını emisiya etmək, dövrəyə buraxmaq fikirlərinə gəldilər. Azərbaycanda da əslində biz bu trenddən geri qalmırıq. Azərbaycanda artıq müvəqqəti tənzimləmə rejimində 2 kripto layihəsi uğurla həyata keçirilib. Bu istiqamətdə düşünürəm ki, trenddən kənara qalmır. Yəni biz bunun tələb etmirik. Yəni sandbox-a müəyyən layihələr təqdim oluna bilər, onlar bəlkə futuristik səslənə bilər və tənzimləyici təbii ki, buna neqativ baxır çox hallarda. Lakin xırda-xırda qlobal trendlərə baxaraq, o təcrübəni ölkəyə gətirərək, inanıram ki, bu texnologiya ətrafında, bunun məhsulları ətrafında mövcud arxitekturamıza təhdid təşkil etsə belə, bunun inteqrasiya yollarını biz araşdırmalıyıq, gündəmdə saxlamalıyıq. Yəni mövzunu çox uzatmaq da istəmirəm, hər kəs yorğundur. Düşünürəm ki, bu qədər. Əslində çox qısa bir balaca qeydim var. Yaşad mənim düz vurğulayır. Bu artıq yeni reallıqdır. Bəlkə bu yəni süni yəni intellektin və ümumiyyətlə blockchain texnologiyalarının biz bunu görürük ki, bəli, yəni asanlaşdırır və oradan da bu regulyativ tənzimləmələr zaten elə bir ki, fond birjaları və s. bu qədər bizim dediyimiz o 100 illik strukturlar bəs necə olacaq? Mən bunu nə ilə bənzədirəm? Məsələn, 90-cı illərdə deyək ki, ticarət, əgər o trading floor deyir də, yəni brokerlər canlı şəkildə yığışırdılar, hamısı əllərini qaldırırlar, menejestlərlə ticarət edirdilər, amma bu dəyişdi. Bu dəyişdi ki, biz artıq texnoloji, yəni bu deməli internet erasına keçidlə bu yenidən belə reshape olundu, yəni yenidən formalaşdı. Mən əminəm ki, biz bu 100 il qurduğumuz şeydən yəni itirməyəcəyik. Sadəcə onun forması daha mütəşəkkil, belə deyək də, daha şəffaf və daha sürətli bir formaya sadəcə belə deyək təkamül edəcək. Yəni Qatılıram, Oqtay müəllim fikrinizə qatılıram. Bəli, yəni biz təbii ki, mövcud formalaşmış illərlə testdən keçmiş bir quruluşu qaldırıb yerinə alternativ texnologiya gətirə bilmirik, amma müəyyən texnologiyalar disruptivdir, inqilabidir. Çünki köhnə texnologiyaların inkişafı ardıcıl bir-birini dəstəkləyən texnologiyalardır ki, onlar bu quruluşu formalaşdırıb. Amma disruptiv texnologiyanı inteqrasiya etməyə çalışdıqda ya o mahiyyətini itirir və yaxud da siz onu inteqrasiya edərək, ekosistemin bir elementinə çevirərək onun faydasını azaldırsınız. Ya sadəcə bu dilemma var, amma məlumdur ki, maliyyə bazarlarının 100 illər boyu tənzimləmə prinsipləri var. Bu prinsiplər dəyişmir. Texnologiyalar dəyişə bilər, prinsiplər dəyişmir və dolayısıyla tənzimləmə rejimi həmişə konservativdir və ümid eləyək ki, biz qeyd etdiyim kimi bu texnologiyanın test olunması ilə trenddən geri qalmaraq, ən azından bunun qanunvericilik bazamıza işlənməsinə dair müəyyən addımlar atılıb, virtual aktivlərin artıq əməliyyatına dair qanunvericilik bazası formalaşdırılıb və ən mütərəqqi metodlardan biri olan sandbox layihəsi müvəqqəti tənzimləmə rejimində müəyyən layihələr testdən keçirilir. Yəni qənaətbəxş hesab etmək olar hal-hazırda bu texnologiyaya doğru keçidir. Çox sağ ol Elşad bəy. Buyurun suallar.
Çox maraqlı bir mövzudur. Çox sağ olun. İnşallah 10-cu sessiyada belə beynəlxalq sərgidə bilməm görüşəcəyik sizinlə inşallah. Çox sağ olun.